Deyək ki, bizim bir səhifəmiz var, bu səhifənin başlığı var. Heading. Bura paraqraflar əlavə edirik. Hətta bura bir mətn əlavə eləyək. Burada daha qısa bir cümlə əlavə eləyək. Və gördüyünüz kimi səhifəmiz burada bu şəkildə göstərilir. Biz brauzerdən istifadə eləyərək oradan da HTML səhifəsinin strukturunu görə bilərik. Bunun üçün sağ klik eləyirik. Open with Live Server və səhifəmiz brauzerdə açılır. Sağ klik eləyəndən sonra Inspect-ə basdıqda belə bir yan panel açılır sağda. Bu browserin Developer Tools adlanan bölməsidir. Buradan istifadə eləyərək səhifə ilə bağlı məlumatlar əldə edə bilərik və səhifəmizi daha deyək ki, bir xətamız var, nəyisə səhv eləmişik və o səhvləri buradan daha rahat bir şəkildə qaba bilərik. Burada sağda gördüyünüz kimi bizim səhifəmizin strukturu eyni şəkildə burada olduğu kimi göstərilir. Hətta buranı bağlayıram. HTML, head və body hissələri əsas olaraq göstərilir və həmin taqın üstünə gətirdikdə səhifədə də həmin HTML taqının olduğu hissə artıq rənglənir və bizə bu taqın hansı ərazini tutduğu göstərilir. HTML taqı bütün məlumatları əhatə elədiyi üçün ümumi olaraq səhifəni əhatə eləyir. Head taqı burada göstərilmir, çünki head taqı dediyimiz üçün səhifənin meta məlumatlarını saxlayır, yəni o səhifədə əslində göstərilmir. Və son olaraq da body, orada gördüyünüz kimi body'nin tutduğu hissə budur və o da səhifənin əslində bütün görünən kontentini əhatə eləyir. Burada 3 nöqtəyə basdıqda artıq body'nin içindəki elementləri görə bilərik. Burada bizim əlavə etdiyimiz headingdir, paraqrafdır və digər 2 paraqrafdır. Yəni paraqrafın 3 nöqtəsində klik elədikdə oradakı mətni görə bilirik. Yəni biz elementin üstündə mausu, kursoru gətirdikdə həmin elementin səhifədə tutduğu yer işarələnir. Biz tam tərsini də eləyə bilərik. Deyək ki, bu elementin harada olduğunu axtarırıq HTML-də. Burada göstərilən düyməyə basırıq və bizə bu lazımdırsa onun üstünə gəlib klik edirik və klik eləməzdən qabaq burada açılan kiçik pəncərədə görürsünüz ki, orada P taqının genişliyi, hündürlüyü, rəngi, fontu nədir, bununla bağlı da məlumatlar görə bilərik. Klik elədikdə isə avtomatik olaraq Developer Tools hissəsində həmin P taqını mənə göstərir ki, bu hardadır. Mən nümunə olaraq bunu buradan silə də bilərəm. Hətta headingi buradan dəyişə də bilərəm. Test elədim. Enter basdıqda burada dəyişilir. Bu daha sürətli testlər eləmək üçün rahat bir üsul ola bilər. Yəni mən hər dəfə girib buradan kodumu dəyişmək əvəzinə buradan dəyişib yoxlaya bilərəm. Amma bu mənim orijinal koduma heç bir təsir eləmir. Yəni səhifəni yeniləyəndə yenə köhnə vəziyyətinə qayıdır. Developer Tools-dan istifadə edərək biz səhifənin stilləri haqqında, yəni dizaynı haqqında da məlumatlar əldə edə bilərik. Ancaq bunlara CSS mövzularında baxacağıq. Bizə HTML ilə bağlı olan hissə, lazım olan hissə hələ ki budur.